İnsanların çoxsu Allaha inanır. Amma insanlar həqiqətə inanmırlar. Xeyrə inanmırlar. İnanmırlar ki, doğruluq yolu ilə getsələr xoşbaxt ola bilərlər. Əsil inan budur. Əsil inan, mən də Allaha inanıram, özü də rüşvət alır. Onun nəyə yaxşıdır ki? Onun nəyə inandı ki? Sən gərək xeyrin bərəkətinə inanasan, şərin də təhlükəsinə inanasan. Onda başa düşəcəksən ki, bu xeyir və şərin Allahı var arxasında. Bunlara nəzarət edən Allah var. Əsil inam ondan sonra olur. İnsanlar inanmırlar ki, doğru danışmaqla xoşbaxt olmaq mümkündür. Mənim uşaqlığımda, gəncliyimdə belə idilər. Həlləm qəlləm olmasan yaşaya bilməzsən deyirdilər mənə. Həlləm qəlləm olmasan uğur qazana bilməzsən həyatda deyirdilər mənə. İsa Peyğəmbərin bir sözü var, deyir ki, bənnaların deyir istifadəsizdir deyə kənara atdıqları daş məbədin künc daşı oldu. O adam bunu yaşayıbdı həyatında. O adam da gərəksiz birisi kimi davranırlar dürüst adamla. Dürüst adam həyatın uğursuzu kimi ortalığa çıxır. Amma Allah bütün kitablarında bunu vurğulayır ki, mən dürüstlərin dostuyam, dürüstlər də mənim dostumdur. Buna inanan azdır.